və elmdə fəhim böyük rol oynayır. Hətta ola bilər ki, sən bildikləri və əməl eləyəsən, Allah s.ə.v. bilmədikləri sənə öyrədər. Ona görə elmdə fəhim böyük neymətdir. Allah s.ə.v. buyurur, yu'til hikmətə mən yeşə. Allah istədiyini hikmət verir. Fəhim, düzgün fəhim. Ən böyük neymətdir elm tələbəsi üçün. Ən böyük neymətdir. Hətta bəzi məsələlər olurdu. Təzə, məsələn, elm tələb edən vaxtlarda elə məsələlər olurdu ki, oxuyurdum. İndi istihat demək olmaz. Yəni, öz beynimdə bunun cavabını fikirləşirdim. Amma mən bilmirəm ki, bu usul məsələsidir. Bilmirdim ki, usulda belə bir qayda var. Belə başa düşürdüm ki, cavabı budur. Sonra vaxt keçirdi. Hər hansı bir kitabda oxuyurdum ki, məsələn, misal deyim qoy, daha aydın olsun. Məsələn, oxumuşdum ki, Ömər ibn Xattab radiyallahu anhu təravih namazının cəmaatla qırılmasına demişdi ki, bu nə gözəl bidətdir. Bu da oxuduğum vaxtda uşaq idim. Elm tələb eləyirdim və daima Allah azə və cəllədə fəhm istəyirdim. Ən böyük neymətdir bu. Və başa düşmüşdüm ki, ola bilsin Ömər ibn Xattab bunu lüğəvi mənada deyir. Və necə başa düşmüşdüm? Başa düşmüşdüm ki, başqa bir hədislə. Çünki başqa hədislər var axı. Hansı ki, həmin hədisləri elə həmin sahabilər rəvat edir ki, hər bir bidət zəlalətdir. Fikirləşmişdim ki, hər bir bidət zəlalətdirsə, bunu deyən elə Ömərdirsə, necə deyə bilər ki, yox, bidət var, gözəl. Belə fikirləşmişdim ki, lüğəvi mənada deyib. Sonra bir kitab düşdü əlimə. Orada oxudum İbn Kəsir, İbn Teymiyyə rəhməhullah və İbn Rəcəbin rəyi bu barədə və ümumiyyətlə, hətta Abu Hanifə də bunu deyib. Yəni, bunu ilk deyənlərdən də Abu Hanifə rəhməhullah, hansı ki, Abu Yusuf ona bu sualı verəndə. Deyir ki, Ömər ibn Xattabın sözü lüğəvi mənadadır. Yəni, bunu elm tələb eləyən hər kəs hiss edir, yəni, belə şeyləri. Elm tələb eləyəndə bildikləri və əməl elədikcə Allah s.ə.v. bilmədikləri sənə öyrədir. Ona görə gələk, hətta elm tələbində Allah s.ə.v. təvəkkül eləyəsən, özünü günahlardan qoruyasan və daima dua eləyəsən və çalışasan və elm tələbi üzərində əzimkar, səbirli və davamiyyətli olasan. Çünki Allah s.ə.v. sevdiyi və Allah Rasuluna ən sevimli əməl budur. Az olub davamiyyətli olan. Doğrusunu Allah bilir. Kifayətdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.